bir şey yadıma düşür ki, mənim özümə bəzən bunu irad tuturlar. Ki, bu nə bilim, mən filan yeri bitirib, niyə ruhaniliklə məşğuldur filan. Mən 2 ixtisas üzrə ali təhsil almışam. Bir texniki sahədə Texnik Universiteti bitirmişəm. Bir də Bakı Dövlət Universitetinin Tarix Fakültəsi, bir də humanitar sahə üzrə təhsil almışam. Və mən bununla təsəlli tapıram ki, Allah şahiddir, Allah özü bilir ki, əvvəldən mənim heç bir məqsədim yox idi ki, gedəm ruhani fəaliyyətlə məşğul olum. Ümumiyyətlə, mən belə bir planım yox idi. Elə həyat elə tənzimləndi ki, mən bu sahəyə gəldim və bu 2 ixtisas sonradan dini elmlərə yiyələnməkdə mənə əslində kömək oldu, yardımcı oldu. Yəni, bunu bəziləri mənə nöqsan kimi tutur. Mənim nöqsanım çoxdur, kifayət qədər çoxdur. Amma bu mənim üçün üstünlük sayılacaq bir şey mənə nöqsan tuturlar. Yəni, bir din xadiminin 2 ali təhsil alması onun üçün nöqsan deyil. Onun üçün bir işinə yardımcı bir vasitədir, yardımcı bir istiqamətdir.